Salam əziz izləyicilər, gününüz xoş və uğurlu olsun. Videoya keçməmişdən əvvəl kanala abunə olun və keçək videomuza. İlk olaraq xəbərimiz Neftçidəndir. Etnikos'un legioneri Breno Almeida karyerasını Azərbaycanda davam etdirə bilər. 90 futbol az verilən. Məlumata görə Neftçi bir müddətdir futbolçu ilə danışıq aparır. 27 yaşlı yarım müdafiəçi Kipr klubundan ayrılacağı gözlənilir. Baş məşqçi Yuri Vernidup rəhbərlikdən həmin mövqeyə transfer edilməsini tələb edib. Braziliyalı vingerlə danışıqlar artıq sona çatır. Tərəflər anlaşmağa yaxındır. Son anda problem yaşanmasa Almeida Neftçinin futbolçusu olacaq. Onun Etnikos'la müqavilə müddəti 2026 il mayın 31-nə qədərdir. O bu mövsüm Kipr klubunun heyətində ümumilikdə 14 oyun keçirib 3 gol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalib. Növbəti transfer xəbərimiz Qarabağ haqda. Qarabağdan transfer. O artıq Bakıdadır. Qarabağ yarım müdafiə xəttini yeni oyuncu ilə gücləndirib. 90 futbol az xəbər verir ki, artıq oyunçunun kimliyinə də aydınlıq gəlib. Ağdam təmsilçisi Kiprin IK klubunda çıxış edən Jeremy Gnalini heyətinə qatmaq üzrədir. O artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir. Qeyd edək ki, 23 yaşlı Fransalı bu mövsüm IK-in heyətində meydana çıxdığı 26 rəsmi maçda 5 məhsuldar ötürmə ilə yadda qalıb. İndi isə hamini şok edəcək xəbəri veririk. Qarabağdan sensasiyon transfer iddiası. Rahim Sterling. Qarabağın adı növbəti sensasiyon transfer iddiasında hallanır. 90 futbol az xəbər verir ki, İngiltərə futbolunun tanınmış ulduzu Rahim Sterling Ağdam təmsilçisi ilə əlaqələndirilir. Məlumatlara görə Qarabağ hücum xəttini gücləndirmək üçün yüksək səviyyəli futbolçuların durumunu araşdırır. Bu çərçivədə Rahim Sterlingin də adı gündəmə gəlib. Hazırda tərəflər arasında rəsmi razılaşma yoxdur. Məsələ şayiə və iddia səviyyəsindədir. Rəsmi açıqlama olacağı təqdirdə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Bu günlük bu qədər. Videoların davamlı olmağı üçün kanala abunə olun və videonu like edin. Sağ olun, salamat qalın.